Demək olar, bu həyatda istədiyim nə varsa, hamısı şükürlər olsun bir-bir həyata keçir. Bir tək diləyimdən başqa. Sənubər. Nədir o diləyin? Kamran. Allaha qovuşmaq, ən yüksək məqamına layiq olmaq, ona layiq bir qul olmaq. İlk öncə hər kəsi salamlayıram. Mən Mehraliyeva Bahar, Naxçıvan Müəllimlər İnstitutunu bitirmişəm. Hal-hazırda kitabxanaçı işləyirəm. Sizə oxuduğum bir kitab haqqında danışmaq istəyərdim. Naxçıvanlı yazar Dilbər Rüstəmova, həmçinin Naxçıvan Müəllimlər İnstitutunun magistrant tələbəsidir. Yazdığı kitab real həyatdan alınan bir kitabdır. Kitab mənə duyğusallıq cəhətdən çox təsir etdi. Dilbər xanım öz tələbə yoldaşları Şəhid Hüseynov Kamran və yoldaşı haqqında yazıbdı. Kamran Hüseynov Bakı şəhərində doğulubdu, ancaq Şahbuzdandır. Belə deyə bilərəm ki, kitab çox təsirli bir kitabdır. Bir oxucu olaraq kitabı çox bəyəndim. Dilbər xanımı təbrik edirəm ki, ilk kitab olmasına baxmayaraq şəhid haqqında yazması təqdirə layiqdir. Əbədi sevgiləri haqqında məlumat verir. Eyni zamanda onlar qrup yoldaşı Sənubər xanımla Müəllimlər İnstitutunda tanış olublar. Kitab çox maraqlıdır, çox şey qazandıracaq. Əlavədə ki, real həyatdan alınan bir hadisədir. Kitabda olan maraqlı məqamlar var, diqqətinizə çatdırmaq istəyirəm. Kitab həm hekayə kimi yazılıb, əlavədə şeirlər var orada, rəngli şəkillər var, haqqında yazdığı, ona uyğun şəkillər var. Eyni zamanda yazar öz atasının bloknotundan əsgərlikdə çəkdiyi şəkillərdən də bura əlavə edibdir. Burada bir qiraətçi olaraq şeiri qiraət etmək istəyərdim. Bir adam var, kainatda bənzərsiz, qəlbimdəki məqamından xəbərsiz. Bir adam var, doğmalardan da əziz, adam deməyə azdır. Paç ürəyi, mərhəməti ilə mələklərdən fərqsiz. Bir adam var, elə gülür kədərsiz. Üzündən nur yağır, qar tək, ağbəniz. Zəhmətkeşdir, hər iş görər köməksiz. Dünya malında könlü yox ruzini, bərəkəti Rəbbindən umar şübhəsiz. Bir adam var, üstü başı səliqəli tərtəmiz. Sevgiyə həsrət qalan Məcnun kimi leylisiz. Mən onu arzularam bu dünyada, o mənsiz. Qələmi ilə haray çəkir şeirlərin misrasında. Qaranlıqda nur axtaran ay kimi günəşsiz. Son dilək, Kamran. Demək olar, bu həyatda istədiyim nə varsa, hamısı şükürlər olsun bir-bir həyata keçir. Bir tək diləyimdən başqa. Sənubər. Nədir o diləyin? Kamran. Allaha qovuşmaq, ən yüksək məqamına layiq olmaq, ona layiq bir qul olmaq. Deməli, kitabda həm şəhidin dilindən sözlər var, həm də yoldaşı Sənubər xanımın dilindən sözlər vardır. Kitabını oxumanızı tövsiyə edirəm. Diqqətiniz üçün təşəkkür edirəm, minnətdaram.